Ay yarıma 6 kilogram atmışam, indi çəkim azalmır. Bu ümumilikdə bir çox insanın rastlaşdığı problemlərdir. Bir müddət, bir deməli dövr, yəni ilk başlanğıcda çəkisi sürətli şəkildə aşağı düşür, özünə qane eləyir bu çəki azalması, ancaq bir müddət sonra gəlir dirənir. Baxın, ya səbr etməlisiniz. Yəni azalmır deyəndə hansı müddət çərçivəsində azalmadı? Yəni məsələn, bir həftədir görürsünüz ki, çəkiniz donub. Bu normal bir şeydir. Bu çox təbii, fizioloji prosesdir bədəndə gedən. Birdən-birə durmadan, mən həmişə demişəm ki, insanın durmadan, dayanmadan çəki itirilməsi onun belə deyim ki, ölməsi deməkdir. Çünki bədən onda ölümə hazırlaşır. Yəni bu qədər sürətli çəki itirmək arxasınca qaçmayın. Allah eləməsin, xərçəng xəstəliyində, ümumilikdə belə çox böyük, dəhşətli problemlərdə, dializ xəstələrində və s. çox sürətli çəki itirilməsi mümkündür. Bu isə xəstəlikdir, başa düşürsünüz. Ona görə də belə deyim ki, aram-aram çəkinizin getməsindən həmişə yana olun. Yəni sürətli çəki itirməyin. İndi müəyyən bir müddətdir bu. Məsələn, deyək ki, bir həftə, 2 həftə çəki getmir. Səbr eləyin, səbirlə yanaşın. Mən düşünürəm ki, yavaş-yavaş çəkiniz gedəcək.